Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, mən Fərid Qafarov. Bu gün sizinlə sıfırdan məntiq dərsləri seriyamızın 3-cü dərsinə davam edirik. 3-cü dərsimiz qeyri-aşkar operatorlar bölməsidir. Gəlin baxaq görək qeyri-aşkar operatorlar bölməsində hansı tip suallar olur və imtahanlarda hansı tip suallar bizim qarşımıza çıxa bilər. Baxırıq sualımıza. Birinci sualımız hələ ki asan tipli suallarla gedirik, sonra isə suallarımızı getdikcə çətinləşdirəcəyik. Baxın, 5 ilə 3-dən 10 almaq üçün ən sadə üsul. 5 ilə 3-ü toplayıb üzərinə 2 gəlirik. 5 plus 3 üzərinə 2 gəldik, alındı 10. Daha sonra 4 plus 1 elədi 5, üzərinə 2 gəldik 7. O zaman 3 plus 8 11 eləyir, üzərinə 2 gələndə alınır 13. İkinci sualımıza baxarıq. Məsələn, 8-dən 4-dən 2 necə alıblar, 7-dən 1-dən 3 necə alıblar? Baxın, 8-dən 4-dən 2-ni almaq üçün 8-dən çıxırıq 4-ü, bölürük 2-yə. Alınır 2. 7-dən çıxırıq 1-i, bölürük 2-yə, alınır 3. O zaman 6-dan çıxarıq 2-ni, bölərik 2-yə, alınır 2. Cavabımız olar D variantı. Sonra məsələn, 4-cü suala baxaram. 18-dən 9-dan 6 alınır. 18-dən 9-dan biz 6-nı necə ala bilərik? Baxın, 18-i biz 9-u əgər 3-ə bölsək, alınır 3. Həmin 3-ü də 18-də bölürük həmin 3-ə. 18 bölü 3 alınır 6. Deməli, nə dedik? Sağ tərəfdə verilmiş ədədlərin hər birini 3-ə bölürük. Aldığımız cavabı da sol tərəfə yenilib bölürük. İndi 16-nı biz böləcəyik 6-nın 3-ə bölünməsindən alınan ədədə, yəni 2-yə. 16 bölü 2 alınır 8. 42 və 9-dan 9-u bölürük 3-ə, alınır 3. 42-ni də biz 3-ə bölünəndə alınır 14. İndi 54-ü bölürük nəyə? 18-in 3-ə bölünməsindən alınan ədədə, yəni 6-ya. Cavabımız eləyir 9, yəni A variantı. Baxaq bu sualımıza 18-dən 14-dən 0 alınıb, 26-dən 12-dən 10 alınıb, 36-dan 21-dən 11 alınıb. 18-dən 14-dən 0 necə alınıb? Baxın, 18-dən çıxırıq 14-ü, çıxırıq 4, eləyir 0. 26-dan çıxırıq 12-ni, çıxırıq 4, alınır 10. Bu da 13-dən çıxırıq 7-ni, daha sonra bir dənə 4 çıxanda alınacaq 2, yəni D variantı. 6-cı sualımıza baxaq. Məsələn, 2 fərqli operator var. Hər operator fərqli bir əməliyyat yerinə yetirir. 7 ilə 8-dən və 2-dən 28 alınıb. Deməli, bu operatorun işi nədir? Vurmaq. Bunun işi isə bölməkdir. 7 və 8 56 bölə 2 eləyir 28. İndi bunun işi bölməkdirsə 4 bölə 2 elədi 2, 5-ə vuranda alınır 10. Bizdə bu operatorun gördüyü iş bölməkdirsə 18-i bölərik 6 eləyər 3, 18-də də vurarıq eləyər 54. Sonra məsələn baxarıq bu sualımıza. Bu tip suallarda ən çox nəyə diqqət edirsiniz? Rəqəmlərinin cəminə. Məsələn, 3, 5, 4, 2. Bunların rəqəmlərinin cəmi eləyir 14. Bunların rəqəmlərinin cəmi 2, 8, 7, 6 eləyir 23. 1, 6, 8, 9. Bunlar elədi 24. Baxın, bunların hər birini 3-ə vuranda 42 alınır, 3-ə vuranda 69 alınır, 3-ə vuranda 72 alınır. Yəni, hər birini biz 3-ə vursaq, bərabərliyin sağ tərəfində verilmiş ədədi alarıq. O zaman rəqəmlərin cəmini toplasaq, 8, 4, 9, 0, bu eləyir 21. 3-ə vurduğumuz zaman da alınır 63. Keçək bu tip sualımıza. Yenə burada nə edirik? Rəqəmlərin cəminə önəm veririk. Birinci, ikinci onu yoxlayırıq. Birinci rəqəmlərimizin cəmi 4, 7, 11 plus 8 elədir. 19 üstərinə 9 yəni elədir 28. 8, 9, 2, 1. Bunların rəqəmlərin cəmi ilə 20. Baxın, 28-dən 20 çıxanda alınır 8. Bunu yoxlamaq üçün, tapdığımız yolun düzgün olduğunu yoxlamaq üçün ikinci və üçüncü ifadədə eyni qaydanı tətbiq edirik. 3, 5, 1. Bunlar elədir 9, üzərinə 9 gələndə alınır 18. Burada isə 4, 7, 3, 2. Burada da elədir 16. Baxın, 18-dən 16 çıxanda 2-ni aldıq.
3, 7, 6, 1. Toplayanda eləyir 17. 1, 2, 4, 8 de toplayanda eləyir 15. 17'den 15 çıxanda yenə alındı 2. O zaman 4, 8, 12 plus 9. Burada 21. 8, 2, 1, 7. Bu da 18. 21'den 18 çıxanda alınacaq 3. Baxarıq bu sualımıza. 4 ilə 3'dən 35 alınıb, 2 ilə 4'dən 30 alınıb. Baxın, harada kiçik rəqəmlərdən böyük ədəd alınıbsa, deməli orada ya nəyəsə vurma var və yaxud ki kvadrat kub var. Biz ilk öncə baxaq görək nəyə vurma var. 4 ilə 3 toplayanda 7 eləyir. 2 ilə 4 toplayanda 6, 7 ilə 2 toplayanda 9. Baxın, bu topladığımız ədədlərin hər birini 5'ə vursaq, bərabərliyin sağ tərəfini verilmiş ədədləri almış olarıq. O zaman 6 ilə 4 toplayanda 10 eləyir, 5'ə də vuranda alınacaq 50, yəni B variantı. Baxaq bu sualımıza, burada baxaq görək hansı qaydadan istifadə olunur. İlk öncə baxın, 3 ilə 7'ni toplayırıq 10, 5'i 8'ə vururuq 40. 2 ilə 4 toplayırıq 6, 6'nı 5'ə vururuq 30. İndi biz nə edəcəyik? 5 ilə 2'ni toplayacaq 7, 4'ü 3'ə vuracaq 12. Cavabımız olacaq Y variantı. Bu sadə bir sualdır. Rəqəmləri hasilib 1 vuraq 2 vuraq 4 eləyir 8, 4 vuraq 2 vuraq 2 eləyir 16, 3 vuraq 5 vuraq 1 eləyir 15, 1 vuraq 4 vuraq 7 eləyəcək 28. Keçək biraz qabağa. Məsələn, baxaq bu sualımıza. Baxın, qeyri-aşkar operatorlar bölməsidir, ardıcılıqlar bölməsidir, qeyri-aşkar cədvəllər bölməsidir, bir də fiqur əlaqələr bölməsidir. Siz bu tip suallarda, yəni bu mövzularda qarşınıza tez-tez ədədlərin kvadratları və kubları çıxacaq. Ona görə imtahanlarda da bəzi hallarda görürsünüz ki, kvadratlar və kublar verilir. Ona görə də nə edirik? Biz 1-dən 10'a kimi ədədlərin kublarını, 1-dən 15'ə kimi ədədlərin kvadratlarını bilsək bizə bəs eləyər. Baxın, sağ tərəfə baxanda mən buradan baxan kimi kublar görürüm. 64 4'ün kubudur. Deyərsiniz, mənim kvadratlarda var axı, amma 8 heç nəyin kvadrat deyil axı. Məsələn, 64 8'in kvadrat kimidir, baxıb yaza bilərik. 1 1'in kvadrat da ola bilər, amma burada 8 kvadrat deyil, kubdur. Burada 4'ün kubu, 1'in kubu və 2'nin kubu qeyd olunubdur. 8'dən 4 çıxırıq 4, kubu 64. 9'dan 8 çıxırıq 1, kubu 1. 6'dan 4 çıxırıq 2, kubu 8. 10'dan 7 çıxırıq 3, kubu eləyəcək 27. Yəni C variantı. Baxın, məsələn, belə bir sualımız var. Alınıb 3 ilə 2'dən 23, 4 ilə 6'dan 28, 5 ilə 9'dan 44. Bu sualımızın həll qədəsi necədir? Baxın, 3'ü kuba yüksəldirik. Çıxırıq 2'nin kvadratına. 3'ün kubu 27 eləyir, 2'nin kvadratda 4 eləyir. Çıxanda alınır 23. 4'ün kubu 64, çıxaq 6'nın kvadratı 36 eləyir 28. O zaman 4'ün kubu 64'dür. Çıxarıq biz nəyi? 3'ün kvadratını, yəni 9'u. 64'dən 9 çıxdığımız zaman alınacaq 55, yəni A variantı. Bu da sadə bir sualdır. Bayaq demişdik ki, əgər kiçik rəqəmlərdən böyük ədəd alınırsa, deməli burada nəsə bir kvadrat var, kub var və yaxud ki, nəyəsə vurma var. Baxın, 9 ilə 4'dən 85 almaq üçün ən belə tez aklımıza gələn nədir? 9'un kvadratı yüksəldib, üzərinə 4 gəlirik. Alınır 85. Daha sonra 7'nin kvadratı 49, üzərinə 5 gələndə alınır 54. Burada da 2'nin kvadratı 4 eləyir, üzərinə 10 gələndə alınacaq 14. Sonra keçərək başqa, biraz qabağa gedib, biraz fərqli tip suallardan neyiniyək baxaq. Məsələn, baxarıq bu suala. 3 ilə 7'dən 76 alınıb, 5 ilə 2'dən 129, 8 ilə 8'dən 576. Bir də suala baxanda sizin üçün işıq yolları deyilən bir gözümüzə görsənən ilk öncə nədir, ona baxmalıyıq. Baxın, 5'i gördünüz və 120 neçəsə gördünüzsə, deməli burada kub var. Yəni 5'in kubu ilə bağlı bir şeydir.
5'in kubu eləyir 125. Mən 125'in üzərində gəlsəm 129 alınır. 4 gəlsin. O deməli 2'ni kvadrata yüksəldərəm. Alınır 129. Burada 8'in kubu eləyir 512. Üzərinə də 8'in kvadratını gələndə 64. Alınır 576. İndi 3'ün kubu plus 2'nin kvadratı. 3'ün kubu 27'dir. 2'nin kvadratı 4'dür. 27 ilə 4 toplayanda alınır 31. İndi isə baxaq belə bir sualımıza. Deməli 34 ilə 21-dən alınıb 30. 71 ilə 11-dən alınıb 52. 52 ilə 11-dən 31 alınıb. Bu sualımızın həll qədəsi necədir? Baxın 3'ün kvadratı plus 4'ün kvadratı plus 2'nin kvadratı plus 1'in kvadratı. 9 plus 16 elədi 25. Bu da 4 plus 1 elədi 5. 25 ilə 5'i toplayanda alınır 30. Gəlin burada yoxlayaq. 5'in kvadratı plus 2'nin kvadratı plus 1'in kvadratı plus 1'in kvadratı. 25 plus 4 29 plus 1 30 plus 1 31. Onda bu sualımızın cavabında 7'nin kvadratı plus 1'in kvadratı plus 3'ün kvadratı plus 4'ün kvadratı. 49 plus 1 50 plus 9 59 plus 16 elədi 75. Yəni C variantı. Sonra məsələn baxarıq bu sualımıza. Deyək bu sualımızda yenə baxan kimi mən buradan kvadratları görürəm. Əgər siz də əzbərləmiş olsanız bu tip suallar işləyəndə yəni qarşınıza çıxacaq. 3'dən 6'ını toplayırıq 9. 1-dən 2'ni toplayırıq 3. 9'un kvadratı 81, 3'ün kvadratı 9. 2 ilə 3 toplayırıq 5. 5'in kvadratı 25, 7 ilə 0 toplayırıq 7 kvadratı 49. İndi 3 ilə 3 toplayırıq 6 kvadratı 36. 3 ilə 2'ni toplayırıq 5 kvadratı 25. Cavabımız olur B variantı. İndi isə baxaq bu sualımıza. Deməli burada bu sualımız nə eləyirik? 4'ün üstü 3 alındı 64. Biz bunun tərsinə yazsaq 46. 4'ün üstü 2 alınır 16. Biz bunun tərsinə yazsaq 61. O zaman 3'ün üstü 3 eləyər 27. Tərsi də olacaq 72. Yəni D variantı. Baxın məsələn bu sualımıza. 44'dən 12'dən 18 alınıb, 29'dan 12'dən 20 alınıb, 34'dən 45'dən 32 alınıbdır. Necə alınıb gəlin baxaq. Baxın 4 vuraq 4 16 plus 1 vuraq 2 2. Toplayanda eləyir 18. 2 vuraq 9 18 plus 1 vuraq 2 eləyir 20. Onda 2 vuraq 7 14 plus 5 vuraq 2 eləyir 10. Toplayanda alınır 24. Sonra məsələn baxarıq bu sualımıza. Bu sualımızın həll qədəsi rəqəmlərin cəmini toplayırıq. 2 plus 0 2 eləyir. 1 plus 2 də 3 eləyir. Bunları vururuq 2. Alınır 10. 3'dən 3 6 4'dən 4 8. Toplayanda eləyir 14. 2'yə vuranda 28. 9'dan 9 18 eləyir. 2 ilə 3 də 5 eləyir. 18 plus 5 vuraq 2. Eləyəcək 46. Bu sualımızda 2 ilə 1-dən 3 alınıb, 1 ilə 5-dən 6 alınıb, 7 ilə 1-dən 8 alınıb. Bunlar ilə ilk baxan kimi toplayanda cavabımız çıxır. Sağ tərəf alırıq. Amma 3 rəngdə həmin qayda ödəmir. Deməli bu sualımızın həll qədəsi necədir? 2 üstündə 1 plus 1 üstündə 2 eləyir 3. 1 üstündə 5 plus 5 üstündə 1 eləyir 6. Yine buradan 3 üstündə 2 plus 2 üstündə 3. 9 plus 8 alınacaq 17. Baxarıq məsələn bu sualımıza. Birinci 5'in kubunu yazıb. Sonra 5'in kvadratını yazıb. Sonra kubunla kvadratın cəmini yazıb. 4'ün kubunu yazıb, 4'ün kvadratını yazıb, sonra hər ikisinin cəmini yazıb.
Burada da yine 3'ün kubu, 3'ün kvadratı, 27'dən 9'un cəmi 36. İndi bizdə 2'nin kubu 8, 2'nin kvadratı 4, 8'dən 4'ün cəmi 12. 8, 4, 12 yəni C variantı. Baxın məsələn bu sualımıza. 64-dən 32-dən 18, 97-dən 39-dan 36. Bu sualımızın həll qədəsi necədir? Baxın 6 vuraq 4 minus 3 vuraq 2 edir 18. 9 vuraq 7 72, üzr istəyirəm 9 vuraq 7 63, çıxaq 3 vuraq 9 27 edir 36. 6 dəfə 9 54 minus 3 vuraq 6 18. 54-dən 18 çıxanda alarıq necə? 36. Baxaq bu sualımıza 9, 7, 5, 5 bayaq demişdik. Bu tip suallarda nə edirik? İlk öncə rəqəmlərin cəminə baxırıq. 9, 7, 5, 5. Bunun rəqəmlərin cəmini biz tapanda 9, 7, 16 plus 5, 5 eləyir 26. Məsələn, burada 8, 6, 14, üzərinə də 12 gələndə bu deyil 26. 5, 8, 6, 4. 5 ilə 8 eləyir 13, üzərinə də 10 gələndə bu deyil 23. 7, 8, 5, 3. 7 ilə 8, 15. Bu deyil 23. Baxın, indi məsələn 26-dan 6 mən ala bilərəm. Bir fikirləşək. Sonuncu rəqəmi deyək, bəlkə yazıbdı. Burada ödəmədi. Sonra məsələn biz burada nə edə bilərik? Deyək məsələn ilk 3'ünü toplayıb sonuncu bölək. Burada 21 bölək 5, 6 eləyir, ödəmir. İndi nə edək? İlk ikisini toplayaq, digər ikisindən çıxaq. 9 ilə 7, 16, çıxaq 5 ilə 5, 10. Görürsünüz 5, 6'nı aldıq. 8-dən 6, 14, çıxaq 3 ilə 9, 12. Elədi 2. 5 ilə 8, 13, 6 ilə 4, 10. Çıxanda alınır 3. 7 ilə 8, 15, çıxaq 5 ilə 3, 8. Alınacaq 7. Baxın məsələn bu sualımıza. 6 ilə 10'dan 20 alınıb, 9 ilə 12'dən 36, 6 ilə 14'dən 28. Deməli 6 ilə 10'dan 20'ni necə alırıq? 6'nı vururuq ona, bölürük 3'ə. Alındı 20. 9'u vururuq 12'yə, bölürük 3'ə, eləyir 36. 6'nı vururuz 14'ə, bölürüz 3'ə, eləyir 28. İndi 12'ni vuraq 14'ə, bölək 3'ə. 12'dən 3 ixtisar 4 eləyir, 4 dəfə 14 eləyir 56. Sonra məsələn, baxaq bu suala. Bu tip sualımız magistr qəbul imtahanında istifadə olunmuş bir sualdır. 8-dən 7'nin cəmi 15, 9 vuraq 5, 45. 8-dən 9'un cəmi 17, 5 vuraq 4, 20. 6-dan 9'un cəmi 15, 2 vuraq 7 eləyəcək 14. Y variantı. Sonra məsələn baxarıq bu sualımıza. Bu da yeni magistr qəbul imtahanında istifadə olunmuş bir sualdır. 2, 5, 1, 64, 4, 1, 4, 81. Baxın, bu operatorun gördüyü iş nədir? Rəqəmlərin cəmi toplayır 8, kvadratda yüksəldir. Rəqəmlərin cəmi toplayır 9, kvadratda yüksəldir. Burada isə rəqəmlərin cəmi toplayır, kök altına salır. Alınır 3. Rəqəmlərin cəmi toplayır 16, kök altına salır. Alınır 4. Gəlin baxaq. Birinci rəqəmlərin cəmi toplayırıq. Eləyir 9, kvadratı 81. Plus. Burada rəqəmlərin cəmi toplayır 25 eləyir. 25'i biz nə edirik? Kök altına salanda çıxır 5. O zaman 81 plus 5 də alınır 86. Yəni D variantı. Baxın məsələn bu sualımıza. 4 ilə 8'dən 20 alınıb, 7 ilə 14'dən 35 alınıb, 6 ilə 21'dən 39 alınıb. Baxın, bu sualda 4'ü biz vurarıq 3'ə, üzərinə gələrik 8'ə.
7'ni vurarıq 3'ə, üzərinə gələrik 14'ü. Burada 8'i vurarıq 3'ə, üzərinə vurarıq 3'ə. Kubu yox. Vurduq 3'ə, üzərinə gəldik 13. 24 plus 13 eləyəcək 37. Bax bu sualımıza. 8-dən 25-dən 63, 11-dən 8-dən 83, 21-dən 5-dən 25 alınıb. Baxa görə necə alınıb. Məsələn 8-dən 25 toplayıb 2'yə vursam 66 eləyir. 11-dən 8-i toplasam eləyir 19, 2'yə vuranda 38 eləyir. 11'də 83 var. Deməli burada nə edibdir? Toplayıb 2'yə vurub tərsini yazıb. Bu 66'da yenə tərsini yazanda 66 eləyirdən bizim nəzərimizə çarpmadı. Amma ikincide görürsünüz nəzərimizə çarpdı. O zaman 12 ilə 17'ni toplayarıq. Eləyər 29. Biz onu 2'yə vuranda alınar 58. Sonda nə eləməliyik? Tərsini yazmalıyıq 85. Yəni devariant. Görürsünüz 58'də qeyd olunur. Bəzi hallarda tələbələr çaşırlar, həmin dəqiqə 58 götürürlər. Sonra məsələn, baxaq belə bir sualımız var. 73'dən 19'dan 35 alınıb, 97'dən 22'dən 53, 68'dən 11'dən 46, bizdən soruşur 47'dən 13'dən nə alınır? Baxın, məsələn, 73'dən 19'da mən 35'i necə ala bilərəm? Deyək, məsələn, 73'dən 19 çıxdıq, alındı 54. 54'dən mən 35 ala bilərəm? Yox. Deyək, məsələn, 7'ni 3'ə vurduq 21, 1'i 9'a vurduq 9. 21 ilə 9'u topladıq da 30. Yenə böldəmir. Deyək ki, bunların rəqəmlərin cəmini yazdıq hamısını. 7, 3 elədi 10, 1 ilə 9 elədi 10. 10 ilə 10'dan 35'i almaq biraz çətindir. Çətin deyil, əslində ala bilərik, amma digərlərində həmin şərtimizi yeniləyəcək, ödənmiş olmayacaq. Başqa burada nəyə baxa bilərik? Deyək, bunların rəqəmləri fərqinə baxsaq, 7'dən 3 çıxarıq 4 eləyər, 9'dan 1 çıxarıq 8 eləyər. 4 ilə 8'dən 35 ala bilərik? Yox. Bir-birinə vurub üzərinə 3 gələ bilərik. 9'dan 7'dən 2 çıxanda, 9'dan 7 çıxanda 2 eləyir axı. 2'ni nəyə vurub üzərinə 3 gəlsəm alınır. Burada 2'dən 2 çıxanda 0 eləyir. Sonra məsələn 73'dən 19'u toplasaq, alınır 92. 92'dən biz 35 almağımız biraz çətindir. Amma belə eləyək. Məsələn 73'dən çıxarıq 19'un 2 mislini. Minus 19 vuraq 2. Alınır 35. Yəni 73 çıxaq 38. Burada yoxlasaq 97 çıxaq 22'nin 2 misli 44. Eləyir 53. O zaman biz 47'dən buradan çıxarıq. 13'ün 2 mislini, yəni 26'nı alınır 21, yəni C variantı. Baxın məsələn bu sualımıza. 6, 4, 3, 5'dən 93 alınıb, 8, 9, 1, 7'dən 97, 4, 6, 7, 5'dən 95 alınıb. Bunların rəqəmlərin cəminə ilk öncə baxırdıq. 6, 4, 3, 5 eləyir 18. 18'də mən 93 almaq üçün 5'ə vurub üzərinə 3 gələ bilərəm. Amma ikincisi ödü 20 baxaq. 8, 9, 1, 7. Toplayanda eləyir 25. Mən o 5'ə vurub üzərinə 3 gəlsəm 128 eləyəcək. Başqa nə eləyə bilərik? Bunları bir-birinə vuraq. 6 dəfə 4, 24. 3 dəfə 5, 15. Bunları toplayanda eləyir 39. Amma mən bunun tərsini yazsam, birincisi bu şərt ödədir. Bax ikinci. 8 dəfə 9, 72. Plus 1 dəfə 7, 7. Belədir 79, tərsi 97. O zaman 6 dəfə 3, 18. Plus 2 dəfə 9, 18. Belədir 36, tərsini yazanda alınacaq 63. Sonra məsələn baxarıq bu sualımıza. 11 ilə 14 toplayaraq 25, 5'in kvadratı. 29'dan 35, 64, 8'in kvadratı, 42'den 39, 81, 9'un kvadratı, 68'den də 53 toplayanda eləyəcək 100
21. Bu da 11'in kvadratıdır. Baxa bu suala 8-dən 7-dən 15 alınıb, 9-dan 3-dən 2 alınıb, 8-dən 4-dən 3 alınıb, bizdən soruşur 12-nin 6-dan alınır. 8-dən 7-dən 15-i ala bilərik. Məsələn, 8-dən 7-ni toplayarıq. Bölərik 8-dən 7-nin fərqinə. Eləyir 15. Baxa görə burada deyilmi, məsələn, 9-dan 3 topladıq. Böldük 9 çıxar 3-ə. 12 bölək 6 elədi 2. 8-dən 4 12 eləyir, 8-dən 4 çıxanda 4 eləyir. 12-ni 4-ə böldük 3 aldıq. O zaman 12 plus 6 eləyir 18, bölək 12 çıxaq 6, 6 eləyir. 18 6-ya böldük eləyir 3 D variantı. Onu deyim ki, sizə də imtahanda bu tip suallar necə qarşınıza çıxacaq. Yəni fərqli tip suallar, oxşar tip suallar görəcəksiniz. Burada 121 11'in kvadratıdır. 343 7'nin kubudur. 11 ile 7'nin toplamında 18. 110'un kvadratıdır. 125 5'in kubudur. 10'dan 5 elir 15. 361 19'un kvadratıdır. 216 6'nın kubudur. 19'un 6'ını toplayanda elir 25. Baxa bu sualımızda 5 ile 4'ten bir de 4'ten 36 alınıb. Necə alınıb? 5 ile 4 toplayırıq 9. Vururuq 4 eləyir 36. Deməli, qara smile olan toplamadır, ağ smile vurmadır. Onda burada baxsaq, 7 dəfə 2, 14. 14 ilə 9 toplayanda 23. Yəni, indi burada neyinlik? 6 ilə 5'i biz bilirik ki, birinci toplayırıq. Alınır 11. 9'un üstü bir-birinə vururuq. 27. Ortada belə bir smile varsa, bu toplayırsa 11 ilə 27'ni toplayanda alınır 38. Sonra məsələn baxarıq bu sualımıza. 8, 5, 8 alınıb. 5, 4, 9, 6'dan 6 alınıb. Demək bu sualımızın həll qaydası 8 vuraq 5 bölək 8. 8'də ixtisarıyla qalır 5. 4 vuraq 9 bölək 6. Eləyir 6. 8 vuraq 9 bölək 6. 72 bölək 6 eləyəcək 12. Bax bu suala 56'dan 103 alınıb, 28'dən 44 alınıb, 34'dən 62 alınıb. Deməli burada birinci rəqəmi 2'yə vururuq, alınır 10. İkinci rəqəmi isə 2'yə bölürük, alınır 3. Birinci rəqəmi 2'yə vururuq, alınır 4. İkinci rəqəmi 2'yə bölürük, alınır 4. Birinci rəqəmi 2'yə vuracaq 12, ikinci rəqəmi 2'yə böləcək 3. A variantı. Sonra məsələn baxarıq bu sualımıza. Deməli 43 ilə 27'dən 714 alınıb. 31 ilə 35'dən 415, 10 ilə 48'dən 132. Baxa görə necə alınıb? Baxın ilk öncə 4 ilə 3 toplayanda 7, 2'ni 7'yə vuranda 14. 3 ilə 1'i toplayanda 4, 3 dəfə 5, 15. 1 ilə 0 toplayanda 1, 4 dəfə 8, 32. 2 ilə 3 toplayanda 5, 6 dəfə 2'dən 12. 5 12 C variantı. Bax bu sualımızda burada birincini 3'e bölürük 18. Sonra bunu 3'e bölürük 9. Sonra isə bunların rəqəmlərini hasil edirik. 5 dəfə 4 20, 2 dəfə 7 14. Toplayırıq 34. İndi burada da yine eyni qayda ilə bunu 3'e bölürük 12, 3'e bölürük 7, sonra 3 dəfə 6 18, 2 dəfə 1 2 toplayanda 20. Deməli, nə edəcəyik? 33'e bölürük 11. 63'ü 3'e bölürük 21. Sonra bunların rəqəmləri hasil 9 burada, 18 burada. 9 18'de toplayanda 27. 11, 21, 27 B variantı. Bu magistr bu sualdır. 3, 3, 3 eləyir 0, 5, 7, 7 elədi. 5, 3, 3, 3, 8, 6, 5, 6 bizdə deyən alınır. Məsələn, bu 3 ilə 3'ü biz çıxsaq 0 eləyir. 7 ilə 7'dən çıxsaq 0 eləyir. 3'dən 8'i çıxanda mənfi 5 eləyir. 5'dən də 6 çıxanda mənfi 1 eləyir. Sonra məsələn 3'dən bu 0'ı çıxıram eləyir 0. 5'dən bu 0'ı çıxıram eləyir 5. İndi 3'dən çıxıram mənfi 5. Riyaziyyatdan bilirik, 2 dənə mənfi yanaşı gələni müsbət. Yəni 3 plus 5 olur.
alınır 8. Onda bizdə də 6 minus mənfi 1. Burada 2 dənə mənfi yanaşı olunur. Toplanır 6 plus 1 eləyir 7, yəni C variantı. Baxıb bu sualımıza. Deməli bu sualımızda nə edirik? 53 son 16-dan 31 alınıb. 53 son 16-dan 31 necə ala bilərik? 5-i vurarıq 3-ə, eləyir 15. Üzərinə də 16 gələrik, alınır 31. Burada da yenə 4 dəfə 7, 28 plus 26 alınır 54. Amma ikincidə görürsünüz fərqli operator. Deməli burada fərqli qayda düşünməliyik. Bu operatorun gördüyü işdə nədir? Baxın 4-dən 3 çıxırıq 1, 6-dan 1 çıxırıq 5. Topladıq elədi 6. 7-dən 1 çıxırıq 6, 4-dən 5 çıxırıq mənfi 1. Bunları toplayanda 6-dan 1 çıxanda alınır 5. İndi biz burada birinci görək bu operator nə eləmişdi? Deməli 2 dəfə 7 14 plus 27 eləyir 41. 62 ilə 41-ə baxanda burada da bilirik ki, bu operatorun gördüyü iş nə idi? Birinci rəqəmləri fərqi. 6-dan 2 çıxanda 4, 4-dən 1 çıxanda 3. 4-dən 3 toplayırıq, alınır 7 C variantı. Baxaq bu sualımıza. Deməli 3-dən 2-dən 17, 1-dən 5-dən 6, 4-dən 3-dən 145 alınıb. Bu sualda deməli 3-ün üstündə 2 plus 2-nin üstündə 3 eləyir 17. 1-in üstündə 5 plus 5-in üstündə 1 eləyir 6. 4-ün üstündə 3 plus 3-ün üstündə 4. 64 plus 81 eləyir 145. Burada da 2 üstündə 5 32 plus 5 üstündə 2 25. 32 ilə 25 toplayanda 57. Və bu sualımızda deməli birinci nə edirik? 7-ni vururuq özündən bir vahid yuxarıya. Eləyir 56, yəni 8-ə. Və yaxud ki 7-nin kvadratı yüksəldib üzərinə 7-nin özünü gəlirsiniz. 4-ü kvadratı yüksəldib 4-ün özünü gəlirsiniz. Burada isə görürsünüz 2 dənə fərqli operatordur. Burada isə 8-in kvadratından 8-in özünü çıxırıq. 5-in kvadratından 5-in özünü çıxırıq. Birinci bizdə tutaq aşağı baxırdı. Burada nə edirdik? Kvadratı yüksəldib özünü gəlirik. Yəni 4-ün kvadratı plus 4 elədi 20. Sonra bunun qarşısında belə bir operator var. Bunun işi nə idi? Kvadratı yüksəldib özünü çıxmaq. Yəni 20-nin kvadratı 400 çıxaq 20 eləyir 380. Bugünlük suallarımızın izahı bu qədər. Əgər sizə bu tip videoların gəlməyi istərsinizsə, videonu bəyənməyi, dostlarınızla paylaşmağı, kanala abunə olmağı unutmursunuz. Sağ olun, növbəti videolarda görüşənədək.